Herkese salam. Hamınız yeni videoma hoş geldiniz. Bugün sizlerle beraber bir şokoladını dadlamayacağıq. Hadi o zaman videomuz başlasın. Gördüğünüz kimi geçişler edirəm artıq və belə bir şokoladımız var. Burada pozalar, şəkillər çəkdirirəm. Belə Rus şokoladıdır deyə düşünürəm. Bu arada nənəmgildən almışıq, yəni reklam falan deyil. Yəni heç bir ürünü mən reklam eləmirəm. Belə göstərilir, blueberry'dir. O nə idi? Böyürtükəni idi, nə idisə. Açdıq, içindəki nə əlaqəsiz olduğunu düşünürəm, amma görəcəksiniz. Qabaqki saniyələrdə içini açacağam. Pofuduq bir şeydir, onu sizə göstərməyə çalışıram və həmişə şinyatımın yanında çay olduğunu göstərir. Belə ağ bir şey çıxdı və içində jel kimi belə bir blueberry idi, nə idi? Böyürtükənin jeli var idi. Mən belə şeyləri necə deyim, çox sevə bilmirəm. Mən gələ yeməyə də biraz üşənirəm. Yəni meyvəli çox şeylər sevmirəm. Şokolad sevirəm, ən çox şokolad. Gördüyünüz kimi burada qorxa-qorxa yeyirəm. Yəni içində jel olan bir çox şey sevmirəm, amma gözəl olsa sevərdim məsələn. Yəni sevmədim deyil, amma bir fərqli aroması var. Yəni evdə oturmuşam, heç nə yoxdur yeməyə. Ay bunu biraz yeyim deyə də bilərəm, deməyə də bilərəm. Çünki biraz fərqlidir dadı. Yəni amma gedib də evdə məsələn KitKatımı, nə bilim normal pletka şokoladımı, onlardan dankek falan olsa yeyərəm. Amma yenə də 5 verirəm yəni deyə düşünürəm. Burada indi çay içirəm ki, üstündə olan dadı geçsin. Aşağılara da yazdım neçə verdiyimi tam olaraq. Öpdüm sizi. Da fikirlərimi bildirirəm sizə gördüyünüz kimi. Videomuzun sonuna gəldik. Videomuzu beğendiyseniz videomuza like atıp abone olmayı unutmayın. Kurban bayramımız mübarek. Bye.